Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala Rasulina Muhammed və ala alihi və sahbihi əcmain. Əmmə ba'd. Deməli, əziz qardaşlar, növbəti mövzular, deməli, oruc mövzusundan davam edirik. Və tibbi mövzulardandır. Buyurur ki, əgər bir şəxsin, deyək ki, yəni, sidik kanalına maye və ya yağ daxil edilməsi. Bəzən görürsünüz ki, insanlarda müxtəlif bu cür xəstəliklər əmələ gəlir və həkim müayinəsi zamanı belə hallara rast gəlinə bilir. Yəni oruclu insanın, yəni deməli sidik kanalına maye və ya yağ daxil edilməsi cümhur alimlərə görə orucu pozmur. Cümhur alimlərə görə orucu pozmur. Bu həm kişilərə aiddir, həm də qadınlara aid məsələdir. Və ümumiyyətlə alimlər buyurur ki, elm əhli buyurur ki, yəni o sidik yollarına yəni salınan hər bir şey, yəni hər hansısa bir şey, istər o qidalandırıcı olsun, istər yox, yəni ümumiyyətlə oruca təsiri yoxdur. Niyə görə? Çünki bu kanalın, yolların, yəni həzm sistemi ilə bir əlaqəsi yoxdur. Yəni insanı qidalandırmadığına görə. Bəli. Və növbəti məsələ oruclu üçün haram olan şeylər və məkruh olan şeylər barəsində danışacağıq inşallah. Və buyurur ki, elm əhli madmada və istinşaq. Madmada və istinşaqda həddiyə aşmaq. Yəni madmada və istinşaq bilirsiniz ki, dəstəmaz alarkən ağza və buruna suyun alınmasıdır. Və adi hallarda Peyğəmbər sallallahu aleyhi və səlləm madmada və istinşaq edərkən, yəni ağza buruna su alarkən dərindən almağı, yəni nə edir? Tövsiyə etmişdir. Hansı ki, Tirmizinin və Nəsəinin və İbn Hibbənin rəvayət etdiyi hədisdə Asim bint Laqit, deməli o da atasından nəql edir ki, qultu ya Rasulallah, əxbirni anil vudu, mənə ey Allahın Rasulü dəstəmaz haqqında xəbər ver. Qalə əsbiği əl-vudu'ə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, dəstəmazı kamil şəkildə al. Və bəliğ fil istinşaqi illə ən təkunə saimən. Və suyu istinşaq edərkən, yəni burnuna çəkərkən dərin çək, yalnız oruclu olduğun hal istisnadır. Yəni bu da o deməkdir ki, qardaşlar, yəni oruclu olduğun hal istisnadır. Yəni oruç tutduğun halda, oruclu olduğun halda dəstəmaz alarkən burnuna suyu tam çəkmə. Çünki niyə görə? Burnundan boğaza gedən yol var. Yəni o su burundan boğazına, oradan da mədənə girib orucunu poza bilərsən. Və bunun məkruh olması da İbn Qudaymə rahimehullah özünün Muğni əsərində icma nəql etmişdir. Özünün Muğni əsərində icma nəql etmişdir. Və oruclu olduğu halda məkruh olan şeylərdən qardaşlar, biri də əl-visaldir. Əl-visal nə deməkdir? Əl-visal alimlər deyir ki, yəni bir orucu digərinə birləşdirmək. Yəni 2 gün ard-arda oruclu olmaq. Yəni iftar və sahur etmədən oruç tutmaqdır. Və cümhur alimlər deyirlər ki, Əbu Hanifə və Malik və Əhməd və Şafiə və əksər elm əhli deyir ki, əl-visal, yəni iftarsız və sahursuz orucu birləşdirmək məkruhdur. Hansı ki, Buxarinin rəvayət etdiyi hədisdə Əbu Said radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, La tuvasilu fəəyyukum izə ərədə ən yuvasilu fəlyuvasil həttəs səhərə. Qalu fəinnəkə təvasilu ya Rasulallah. Buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm deməli, neynəməyin? Orucu bir-birinin ardına birləşdirməyin. Əgər sizdən biriniz orucu birləşdirmək istəsə, yəni bunu sübhə qədər etsin, yəni sahura qədər etsin. Və dedilər ki, ey Allahın Rasulü, səni axı birləşdirən görmüşük, yəni sən bunu etmirsən. Buyurur ki, inni lestu kəheyətikum. Mən sizin kimi deyiləm. İnni əbitu li mut'imun yut'imuni və saqin yusqini. Mən gecələdiyim zaman məni yedirdən və içirdən var. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə bəzən görür ki, nədir? Ona aid olan şeylər başqalarına aid olmur. Onun xüsusiyyətləri başqaları kimi deyil. Ona görə də Allah Rasuluna icazəlidir. Lakin ümmətinə isə orucu ard-arda tutmaq. Yəni kimsə desə ki, məsələn, mənim buna qadirəm, yəni bunu edə bilirəm. Məsələn, mən orucu birləşdirə bilirəm 2 gün ardıcıl. Yəni bunu etmək olmaz, məkruhdur. Allah Rasulü sallallahu aleyhi və səlləm qadağan edib. Bəli. Növbəti məsələ ehtiyac olmadan yeməyin dadına baxmaq. Məsələn, səndən başqası bilir ki, o yeməyin dadı nə cürdür? Duzludur, duzsuzdur və yaxud da başqa əgər səbəblər varsa. Sənin üçün artıq ehtiyac yoxdursa bunu etməyə, sənin o yeməyin dadına baxmaq məkruhdur. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, وَذَوْقُ الطَّعَامِ يُكْرَهُ لِغَيْرِ حَاجَةٍ. Buyurur ki, heç bir ehtiyac olmadan yeməyin dadına baxmaq məkruhdur. Lakin la yufattiruhu və əmmə lil hacəti fəhuva kəlmədmadati. Yəni bu məkruh olsa da Şeyxülislam İbn Teymiyyə rahimehullah demək istəyir ki, bu məkruh olsa da, lakin orucu pozmaz. Ancaq ehtiyac halında edilən yeməyin yəni dadına baxmaq isə madmada kimidir.
Yəni dəstəmaz alarkən ağza su alıb yaxalamaq kimidir. Yəni onu əgər çox gedərsə nə edirsən? Udmursan. Çox gedərsə udmamalısan. Və həmçinin ehtiyac olmadan yeməyin dadına baxmaq barədə alimlər ittifaq ediblər ki, nədir? Məkruhdur. Bəli. Və sonra növbəti məsələ orucluya mübah olan şeylər. Orucluya mübah olan məsələlərdən biri də qardaşlar, heyz və ya cənabət qüslunu gecikdirməyi icazəlidir, mübahdır. Məsələn, bir kimsə sizdən yəni cünublu halda olarsa və yaxud da heyz olarsa, o zaman qüsul almağı gecikdirməsi icazəlidir. Hansı ki, Buxar Müslimin rəvayət etdiyi hədisdə Ayşə anamızdan və Ummu Sələmədən gələn bir rəvayət var. Buyurur ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm kənə yudrikuhul fəcru və huvə cunubun min əhlihi thumma yəqtəsil və yəsum. Və buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm yəni cunub olduğu halda sübhə çatdı, yəni fəcr vaxtına çatdı və o cunub haldaydı. Sonra deməli yuyundu, qüsl aldı və orucunu tutdu. Yəni bu o deməkdir ki, qardaşlar, sizlərdən biriniz məsələn o halda sabaha ayılsa, artıq nə sahur etməyib və cunublu halda olsa belə onun orucu keçərlidir. Onun orucu keçərlidir. Çünki cunub halının oruca heç bir təsiri yoxdur. Cunub halının oruca heç bir təsiri yoxdur. Və İbn Qudamə rahimehullah özünün Muğni əsərində buyurur ki, cunub olan sübh vaxtı açılana qədər quslu gecikdirə bilər, sonra qusl alar və orucunu tamamlayar. Və bu elm əhlinin ümumi rəyidir. Onlardan sahabələrdən Ali radiyallahu anhu, İbn Məsud, Zeyd, Əbu Dərdə, Əbu Zər, İbn Ömər, İbn Abbas, Aişə, Ummu Sələmə və Hicaz əhlindən Malik və Şafi'i və İraq əhlindən fuqahalardan Əbu Hanifə, Sufyan əs-Səvri və Şam əhlindən Əvza'i, Misir elm əhlindən Leys və hədis əhlindən İshaq ibn Rahawayh və Əbu Ubeyd, Allah hamısından razı olsun, bu görüşdədirlər. Yəni bu demək istəyir ki, alimlər bu məsələdə ittifaq ediblər. Və buna xilaf çıxan yeganə sahabə deməli Əbu Hüreyrə radiyallahu anhu idi. Yəni əvvəllər əks görüşdə idi Əbu Hüreyrə və hədislər gətirərək və Əbu Hüreyrə radiyallahu anhu o rəyindən dönür. Necə ki, Said ibn Musayyib bu barədə rəvayət edib ki, Əbu Hüreyrə əvvəl əks rəydə olsa da, görüşdə olsa da, sonra qayıtmışdır. Bəli. Və həmçinin elm əhli buyurur ki, qardaşlar, heyz də bu cürdür. Yəni qadınlar üçün heyz də bu cürdür. Yəni gecikdirə bilər. Yəni qüsl almağınız fəcrdən sonra da, yəni bu cür olması, bu halda olması oruç tutmağına heç bir maneə törətməyir. Və bu alimlər bu barədə də ittifaq ediblər. Və İbn Qudamə rahimehullah Muğnidə buyurur ki, yəni cünub halına qiyas olunur. Yəni heyz halı cünub halına qiyas olunur. Eyni hökmdədir. Və orucluya mübah olan şeylərdən biri də su ilə sərinləmək və yaxud da deməli qüsul almaq. Qüsul almaq yəni burada çimmək nəzərdə tutulur. Məsələn, bir insan istidən sərinləmək üçün başına su tökə bilər və yaxud da girib yuyuna bilər. Və ittifaqla, alimlərin ittifaqı ilə icazəlidir. Və Əbu Davud və Əhməddən gələn rəvayətdə buyurur ki, sallallahu aleyhi və səlləm, Ləqad rəəytu Rasulullah sallallahu aleyhi və səlləm bilə ərci deməli yasubbu alə rəsihil mə'ə və huvə saimun minəl ataşi əv minəl hərri. Buyurur ki, mən Rasulullah sallallahu aleyhi və səlləm gördüm ki, yəni bir yerdə dayanmışdı, istinin təsirindən və yaxud da susuzluqdan o öz başına su tökürdü. Və bu da o deməkdir ki, nədir? İcazəlidir. Bir insan istilənərsə, hərarət olarsa, başına su tökməyi, əl üzünü yumağı, əlinə üzünə su vurmağı və yaxud da ümumi şəkildə nə etmək? Deməli, yuyunmaq. Yay aylarına təsadüf edərsə, məsələn, hansısa bir göldə və ya dənizdə çimərkən diqqət edilməsi lazım gələn bir məsələ var ki, suya baş vurmasın. Çünki suya sürətlə baş vuran zaman burundan su daxil ola bilər mədəyə. Bundan qeyri isə, yəni yuyuna bilər, heç bir problem yoxdur inşallah. Bəli, növbəti məsələ ətirlənmək və alimlərin ittifaqı ilə ətir vurmaq icazəlidir. Ətirdən istifadə etmək icazəlidir. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm əgər bu şey qadağan olsaydı, Allah Nəbisi sallallahu aleyhi və səlləm mütləq bu barədə bəyan edərdi. Və heç bir dəlil olmadığına görə və qaytarılır əslə ki, yəni əşrada əsl olan mübahlıqdır və orucda da nədir? İcazəlidir. Ta ki, o nas gəlib bunu qadağan edənə qədər. Bəli. Və növbəti məsələ buxurdan istifadə etmək. Yəqin ki, buxur nədir bilirsiniz. O, yəni bizim zonada yox. Adətən o ərəb zonalarında istifadə olunur. Müəyyən kömür kimi bir şey olur və dəmir sınavlara bənzəyən kiçik dəmirlər olur və onun üzərinə qoyurlar, yandırıb və oradan nə çıxır? Tüstü çıxır. Və o ətirdir. O cür istifadə edirlər. Və alimlər bu buxurdan istifadə etmək barəsində ixtilaf ediblər, qardaşlar. Yəni bu orucu pozurmu, pozmurmu ixtilaf ediblər.
Və birinci qism alimlər deyirlər ki, içinə çəkmədən, yəni insanın burnundan içinə çəkmədən istifadə edə bilər. Necə ki, İbn Baz rahimehullah. Lakin buyurur ki, istinşaq etsən, yəni istinşaq nədir? Burnundan sürətlə beyninə çəksən və bu halda oruc pozulur. Və bunu Əbu Hanifə və Malik rahimehullah və həmçinin müasirlərdən İbn Hüseyn rahimehullah demişdir. Yəni dumanını içinə çəkmək nə edir? Dumanı içinə çəkmək orucu pozur. Və ikinci qism alimlər isə deyirlər ki, bunun oruca heç bir təsiri yoxdur. Bunun oruca heç bir təsiri yoxdur. Hətta insan bunu beyninə çəksə belə, yəni içinə çəksə belə, burnundan sürətli şəkildə oruca heç bir təsiri yoxdur. Və bunu İmam Şafi və İbn Həzm və Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşdürürlər. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, deməli bəzən görürsünüz ki, deyirdi, deməli Peyğəmbər sallallahu əleyhi və səlləm əshabı yaralı halda və oruclu halda döyüşə çıxardı cihada və yaralandığı halda onların yarasının yerlərinə nə vururdular? Bəzi dərmanlar vururdular. Onların yara yerlərinə bəzi dərmanlar vururdular. Və o dərmanlar qana sorulurdu. O dərmanlar qana sorulurdu. Və onlar bu halda heç bir orucu pozmaqdan bəhs etməmişdilər. Və eləcə də nədir? Yəni buxuru insanın beyninə çəkməsi, içinə çəkməsi oruca heç bir təsiri yoxdur. Allah Teala aləm, yəni bu şeylə rastlaşsaz, inşallah ki, çəkinmək daha əfsəldir. Uzaq durmaq daha əfsəldir. Doğrusunu Allah bilir. Bəli, növbəti məsələ misvakdan və diş macunundan istifadə etmək. Elm əhli buyurur ki, istər zavaldan əvvəl olsun, yəni günəş zöhrdən sonraya meyllənəndən, yəni zöhrdən sonra olsun, istər zöhrdən əvvəl olsun, misvakdan istifadə etmək mübahdır. Oruç tutan şəxs üçün. Sadəcə burada diqqət olması gerəkən bir məsələ var ki, qardaşlar. Çalışın ki, o misvaklar mixəkli misvaklar olur, bəzən görürsən nanəli misvaklar olur. Bu şeylərdən çəkinmək lazımdır. Xüsusən Ramazanda bunlardan çəkin. Amma yəni digər adi misvaklardan isə istifadə etmək mübahdır. Necə ki, Əbu Hanifə və Malik və Əhməd və İmam Nəvvi rahimehullah bu görüşü qeyd etmişlər. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, zəvaldan sonra iki məşhur görüş var. Zəvaldan sonra, yəni zöhrdən sonra misvakdan istifadə etmək barədə iki məşhur görüş var. Bu da kimdən gəlir? İmam Əhməddən gəlir. Və iki fərqli görüşü də İmam Əhməd deməli nəql etmişdir. Bunlardan biri məkruh olmağı, digəri isə mübah olmağıdır. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah sözünə davam edir ki, buna baxmayaraq, yəni bu məkruhluğa dəlalət edən heç bir nas yoxdur. Birinin misvakdan istifadə etməsi, deməli zöhrdən sonra məkruh olması, buna dair heç bir dəlil yoxdur. Və bəzi alimlər misvakı, Şeyxülislam İbn Teymiyyə rahimehullah sözünə davam edir ki, bəzi alimlər misvakı şəhid qanı ilə müqayisə edirlər. Bu isə zəifdir. Yəni şəhid qanı dedikdə burada nə nəzərdə tutulur? Biz bilirik ki, şəhidlər, İslam şəhidləri elə öldükləri hal üzərini bastırılır. Onlar yuyulmur. Elə qanlı bastırılır. Və şəhid qanı müşk qoxacağı üçün qiyamət günü onların qanlarından müşk ətri gələcək. Və alimlər deyir ki, nədir? Onun qanlı o şəkildə bastırılır və əl vurulmur. Onların qanlarına müşk qoxusu gələcək. Və bəzi alimlər buna təşbih edirlər ki, məsələni, yəni ağızdan gələn, o zöhrdən sonra gələn o oruclunun ağız qoxusu da Allah qatında mis qoxusundan daha fəzilətli olduğu üçün, daha gözəl, sevimli olduğu üçün, yəni deyirlər ki, bu iyi aradan aparmamaq üçün zöhrdən sonra misvakdan istifadə etmə. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, zəif görüşdür və doğrusunu Allah bilir. Və deməli hər bir halda günəş deməli zöhrdən əvvəl də və sonra da misvakdan istifadə etmək icazəlidir. Və həmçinin İbn Qayyim və Şəvkani rahimehullah və həmçinin Şeyx Albani rahimehullah qeyd etmişdir. Və diş macunu isə qardaşlar, diş macunu istifadə etmək oruclu üçün icazəlidir. Lakin alimlər şərt qoyublar ki, nədir? Boğaza getməsindən ehtiyat etmək lazımdır. Yəni az istifadə etmək lazımdır. Əvvəlkindən daha ehtiyatlı olması üçün az istifadə etmək lazımdır. Və İbn Baz və İbn Hüseyn, Allah onlara rəhmət etsin, qeyd etmişdilər. Lakin İbn Hüseyn rahimehullah buyurur ki, istifadə etməmək, gündüzləri bunu tərk etmək daha əfsəldir. Niyə görə? Çünki burada yəni ehtiyat baxımından. Ola bilsin ki, gedə bilər boğaza. Suyu və yaxud da macunun özü gedə bilər boğaza. Ona görə də deyirlər ki, nədir? İstifadə etməmək daha əfsəldir. Və icazəli görüşü, yəni nə qədər ki sən ehtiyatsızsan, ehtiyatı götürürsənsə, boğazına getmirsə, nədir? İcazəlidir və bunu misvaka qiyas ediblər alimlər. Necə ki, misvakdan icazəlidir istifadə etmək, eləcə də diş macunlarından. Doğrusunu Allah bilir. Və həmçinin sürmə çəkmək, gözə bilirsiniz ki, sünnətdir.
Allah Resulü sallallahu aleyhi ve sellemin və faydaları var. Gözə sürmə çəkmək də həmçinin icazəlidir. Oruca heç bir təsiri yoxdur. Və inşallah bundan sonra sünnət orucları məsələsi gəlir. Sünnət orucları. Sünnət oruclarının qardaşlar fəziləti böyükdür. Necə ki, Buxari Müslimin rivayet etdiyi hədisdə Səhil radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub: İnnə fil cənnəti bəbən yuqalu ləhu ər-rayyan. Cənnətdə qapı var və ona Rayyan deyirlər. Rayyan qapısı. Yədxulu minhus-saimun yevməl-qiyamə. Və ona ancaq oruç tutanlar daxil olar qiyamət günü. La yədxulu minhu əhədun qeyruhum. Onlardan başqa heç kəs o qapıdan daxil ola bilməz. Fə izə dəxalu uğliqa. Elə ki, oruç tutanlar o qapıdan daxil olacaqlar, daxil olub bitdikdən sonra o qapı bağlanacaq. Fələm yədxul minhu əhədun. Və onlardan sonra, bağlanandan sonra heç kəs oradan daxil ola bilməz. Və sonra Buxari Müslimin rivayet etdiyi başqa bir hədisdə Əbu Said radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu: Mən samə yevmən fi səbilillah. Kim Allah yolunda, Allah üçün bir gün oruç tutarsa, ba'adallahu vechəhu anin-nari 70 xarifən. Allah Teala onun üzünü 70 illik, yəni bu qədər müddətdə oddan uzaq edər və yaxud da oddan qoruyar. Bəli. Bu nafilə oruclarının fəzilətidir qardaşlar. Və nafilə oruclarının niyyətlə əlaqəsi barəsində, yəni bunu əvvəlki dərslərdə zikr etmişik. Və nafilə oruclarında demişik ki, niyyət həmçinin şərtdir. Niyyətsiz əməl yoxdur. İnnəməl əməl bin niyyət. Ancaq əməllər niyyətlərə görədir. Və sünnət orucunda da həmçinin niyyət şərtdir və alimlər bunun barədə icma edirlər qardaşlar. Vaxtı isə, necə ki bunu izah etmişik, yəni sünnət oruclarında niyyəti həm yəni günortadan sonra da etmək olar, günortadan əvvəl də istənilən vaxt etmək olar. Şərt odur ki, barakallahu fikum, şərt odur ki, insan yeməkdən və içməkdən xali olmalıdır. Yəni boş olmalıdır. Mədə boş olmalı. Heç nə səhər yeməməlisən, içməməlisən, şərt budur. Əgər yeməmisənsə, içməmisənsə, günün istənilən vaxtı oruca niyyət edə bilərsən, fərz oruclarına xilaf olaraq, əks olaraq. Çünki fərz oruclarında, Ramazan orucunda gecədən niyyət etmək şərtdir. Bəli. Sünnət oruclarının növləri. Biz demişdik ki, sünnət orucları mutlaq və müqayyət olmaq üzrə iki növdür qardaşlar. Mutlaq nafilələr, nafilə orucları, yəni heç bir səbəbə bağlı olmadan, məsələn, bugün istəyirəm, oruç tuturam, yəni nafilə ibadət kimi, nafilə namazı kimi, yəni bu mutlaq oruclardır. Necə ki, haram günlərdən başqa istənilən gün tutmaq olar. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Əbu Said radiyallahu anh buyurur ki, Mən samə yevmən, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Mən samə yevmən fi səbilillahi ba'adallahu vechəhu anin-nar 70 xarifən. Kim Allah üçün bir gün oruç tutarsa, Allah onun üzünü 70 illik oddan qoruyar. Və ikinci qism isə dedi ki, müqayyət nafilələrdir. Yəni bunlar qeydlə gəlib. Qeyd olunub, müəyyən səbəbi bağlı oruçlardır. Lakin fərz deyil, nafilə oruçlarıdır. Və bunlardan qardaşlar, misal olaraq Şəvvalın 6 gün orucudur. Və Şəvvalın 6 gün orucunun deməli sünnət olması, nafilə ibadət olması əksər elm əhli tərəfindən təsdiqlənib. Və bəzi hənəfilər və şəfilər və Əhməd, Allah onlardan razı olsun. Lakin soruşası olsanız, desəniz ki, niyə görə əksər elm əhli? Çünki burada yəni sual ortaya çıxır ki, yəni əksər elm əhli deyəndə deməli bunların arasında bu şeyi görməyənlər də var. Yəni deməli Şəvvalın 6 gününü əks olaraq məkruh görənlər də var. Bəli var. Necə ki İmam Məlik rahimehullah özünün Muvatta əsərində qeyd edib ki, Şəvvalın 6 gün oruç tutması məkruhdur. Və niyə görə bu sözü deyir? Yəni cahillər, avam insanlar onu Ramazandan saymasın deyə. Yəni bir növ bu sədd-ü zəraə. Necə ki biz keçmişdik, bu münkərin qarşısını almaq üçün bu rəyi tərcih etmişdi. Və İmam Məlikə görə nədir? Şəvvalın 6 gün oruç tutması məkruhdur qardaşlar. Və həmçinin Əbu Hənifə və Əbu Yusuf Şəvvalın 6 gün orucunu məkruh görüb. Niyə görə? Çünki əhli kitaba bənzətmədir deyirlər. Əhli kitaba, yəni kitab əhlinə bənzətmədir. Hansı ki, onlar da deməli kitab əhlinə görə bənzədirlər? Yəni bənzətmə görürlər. Çünki kitab əhlinə Allah Teala fərz oruclar buyurmuşdu, əmr etmişdi. Onlar o oruclara heç bir dəlil nazil olmadığı halda əlavələr etmişdilər. Əlavələr etmişlər. Məsələn, onlara 30 gün oruc fərz olmuşdursa, onlar 45 günə çıxartmışdılar. Əlavə edərək özlərindən. Aydındır? Və bu da Əbu Hənifə və Əbu Yusuf deyirlər ki, bu sanki ona bənzəyir. Yəni 6 gündə əlavə ilə 36 gün. Yəni biz niyə əlavə edək ki, bu, yəni halbuki bunun səbəbi nədir qardaşlar? Yəni, niyə görə bunlara bu hədislər çatmayıbmı?
Məsələn, Allah Resulü sallallahu aleyhi ve sellem'in gələn bu şeyin Şavvalın 6 gün orucuna dair, hansı ki Müslimin rivayetidir, Əbu Əyyubdan gəlir. Buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem: "Men sâme Ramazâne thumma etba'ahu min Şevval kâne kesiyâmid dehr." Hə? Allah Resulü buyurur ki, kim Ramazandan sonra ona tabi olan, yani ardınca Şevvaldan tutarsa, sanki o ili bütünlüklə oruç tutmuş kimidir. Yaxşı, bu hədislər onlara çatmayıbmı? Necə olub ki, Abu Hanifə və İmam Məlik bu cür görüşdə olublar? Və dediyimiz kimi, bunun səbəbi qardaşlar, elm əhli deyir ki, bəzi alimlər deməli bu münkərin qarşısını almaq üçün sədd-ü zərai babından məkruh görüblər. Necə ki, İmam Məliki misal çəkdiyimiz kimi. Və İmam Məlik rahimehullah həmçinin Mədinə əhlinin əməlini üstün tuturdu qardaşlar. Özü Mədinədə yaşadığı üçün rahimehullah və Mədinə əhlinin əməlini üstün tutubdu rahimehullah. Və İmam Məlik deyirdi ki, bu Mədinə, əgər bu sünnət olmuş olsaydı, Mədinə əhli bunu bilərdi. Və Mədinə əhlindən mən bilmirəm ki, bir nəfər desin ki, Şəvvaldan 6 gün oruç tutmaq lazımdır. Aydındır? Və bəziləri də, məsələn, Abu Hanifə və Abu Yusuf və bundan başqa məkruh görən alimlər isə, bəziləri hədisin ravilərindən biri olan Omar bin Said adlı bir şəxs var, Omar bin Said. Və ona görə bu hədisi zəifləşdiriblər. Yəni zəif ehtimallı görüblər. Ona görə bu əməli tərk ediblər. Lakin sonradan alimlər hətta bu icma səviyyəsinə qədər gəlib çıxmışdır ki, başqa yollarla, yəni bu hədis elminə aiddir, başqa turuqlarla, yollarla nə olub? Bu hədis qüvvətlənibdir. Bu barədə gələn hədislər qüvvətlənibdir. Ona görə də səhihdir. Əksər elm əhli deyir ki, nədir? 6 gün Şəvvaldan oruç tutmaq sünnətdir. Və başqa hədisdə buyurur ki, İmam İbn Məcə və Əhmədin rivayət etdiyi hədisdir. Thəvbən radiyallahu anhına gəlir ki, "Mən sâme Ramazâne feşehrun bi'aşrati eşhurin ve siyamu 6 ayyamin ba'da'l fitr fezâlike temâmu siyamus seneh." Fikir verin. Deməli, buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem, kim Ramazanı oruç tutarsa, nəyə bənzəyir? 10 ayın orucuna bənzəyir. Bi'aşrati eşhurin. 10 ayın orucu kimidir. Və bundan sonra 6 gündə, ondan sonra, yəni fitirdən sonra, bayramdan sonra və bundan sonra da 6 gün bunu tamamlayarsa, o ili tamamlamış olar. Və İslamda bilirsiniz ki, hər bir əməlin qarşılığı 10 qatı, 10 mislidir və 30 günün misli nədir? Deməli 300. Və deməli 6 gündə Şəvvalda nə qədər eləyir? 60. Və üst-üstə gəldikdə 360. Yəni bir ili İslam təqvimində günlər 360-dır, 365 deyil. O miladi təqvimdir. Deməli, bir ili tam, kamil oruç tutmuş kimi olursa, necə ki, sallallahu aleyhi ve sellem, Allahümme salli ve sellim ve barik alə nəbiyyinə Muhammed sallallahu aleyhi ve sellem bunu iqrar etmişdir. Bəli. Növbəti sünnət oruclarından Zilhiccənin 8 gün əvvəli, Zilhiccə ayının əvvəlindən 8 gün oruç tutmaq. Və alimlər, elm əhli ittifaqla deyiblər ki, bu oruc nədir? Sünnətdir. Və Abu Davud və Tirmizi və İbn Məcənin rivayət etdiyi hədisdə İbn Abbasdan radiyallahu anhümədən gəlir ki, "Mə min əyyəmil amelus salihu fiyhə əhəbbu ilallahi min hədihil əyyəm." Yəni, əyyəmül əşri qalu və sonra dedilər ki, demək Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bu günlə elə bir gün yoxdur ki, həmin günlərdə edilən salih əməl Allah qatında bu günlərdən, yəni Zilhiccənin 10 günündən daha sevimli olsun. Zilhiccənin 10 gündə edilən ibadət digər günlərdən salih əməllərdən daha əfzəldir. Və deməli soruşurlar ki, qalu deməli vələl cihadu fi səbilillah ya Rasulullah, Allah yolunda cihaddan da mı üstündür ya Rasulullah? Qalə vələl cihadu fi səbilillah illə raculun xaraca bi nəfsihi və malihi thummə ləm yərci' min zəlikə bi şeyin. Buyurur ki, Nəbi sallallahu aleyhi ve sellem, bəli, Allah yolunda cihaddan da üstündür. Yəni bu Zilhiccənin ilk 10 günündə edilən ibadətlər Allah yolunda cihaddan da fəzilətlidir. Yalnız o kəsdən ki, başqa ki, o deməli öz nəfsi və malı ilə çıxır cihada, sonra nə malı qayıdır, nə də özü. Malı ilə və qanı ilə Allah yolunda cihad edib, itirib ikisində. Ancaq bu şəxsdən başqa. Bu şəxs daha üstündür çünki. Bəli. Və bu da Zilhiccənin ilk 8 günün ibadətinə dəlalət edir ki, elm əhli buyurur ki, 8 gün əvvəli yəni insanın oruç tutması deməli fəzilətlidir. Və növbəti sünnət oruclarından Arafa gününün orucudur. Və Arafa gününün orucu
Yəni Zilhiccənin 9-cu günün orucudur. Və alimlərin, elm əhlinin ittifaqı ilə Zilhiccənin 9-cu günü nədir? Sünnətdir, oruç tutmaq. Müslimin rivayet etdiyi hədisdə Qatadə buyurur ki: "Siyamu yevmi Arafata ahtasibu alallahi en yukaffira's-senete allati qablahu ve's-senete allati ba'dahu." Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Arafa orucu mən elə hesab edirəm ki, bu Arafa orucu ki var, Allah Taala'nın qatında, yəni Allah Taala bu oruçla bir il əvvəlki və bir il sonraki günahlara kəffarət edər, yəni onları bağışlayar. Və buradakı günahlar deyəndə nə nəzərdə tutulur qardaşlar? Necə ki İmam Nəvavi rahimehullah Müslimin şərhində deyir ki, burada qəsd olunan günahlar kiçik günahlardır. Yəni böyük günahlar qəsd olunmur. Böyük günahlara xüsusi tövbə ehtiyacdır. Bəli. Bu da Arafa gününün orucu. Növbəti müstəhəb oruclardan, sünnət oruclardan Məhərrəm ayı oruç tutmaq. Məhərrəm ayında oruç tutmaq. Məhərrəm ayında oruç tutmaq elm əhli deyir ki, müstəhəbdir qardaşlar. Müslimin rivayet etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anh buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləmdən belə eşitdim. Suilə Nəbi sallallahu aleyhi və səlləm, Allah Rasulundan soruşuldu. Əyyus salati əfdalu ba'dəl məktubə və əyyus siyami əfdalu ba'də şəhr Ramazan. Yəni Allah qatında ən fəzilətli namaz fərzlərdən sonra hansıdır ey Allah Rasulü? Və Ramazandan sonra ən fəzilətli oruc hansıdır ey Allah Rasulü? Fəqal və dedi ki, əfdalus salati ba'dəl məktubəti əs-salatu fi cəvfil leyli. Allah Rasulü buyurdu ki, ən fəzilətli namaz gecə vaxtı qılınan namazdır. Və əfdalus siyami ba'də şəhr Ramazan siyamu şəhrillahil muharram. Və Ramazan orucundan sonra ən fəzilətli oruc hansıdır? Ramazandan sonra ən fəzilətli oruc Allahın Muharram ayında tutulan oruçdur. Muharram ayında tutulan oruçdur. Və Muharram ayında yəni istənilən qədər yəni oruç tutmaq olar, icazəlidir. Və növbəti müstəhəb olan, sünnət olan oruclardan qardaşlar Aşura orucudur. Aşura orucu. Və Aşura orucu barəsində Buxar Müslimin rivayet etdiyi hədisdə İbn Abbas radiyallahu anhumdan gəlir ki, "Ənə Rasulullah sallallahu aleyhi və səlləm qadiməl Mədinətə fəvəcədəl Yəhudə siyaman yevm Aşura fəqalə ləhum Rasulullah sallallahu aleyhi və səlləm." Allah Rasulü Mədinəyə gəldikdə gördü ki, Aşura günü Yahudilər oruç tutur. Və onlara dedi ki, sallallahu aleyhi və səlləm, "Mə hədəl yevmullezî təsumunehu?" Bu nədir ki, siz bu gündə oruç tutursunuz? Səbəbi nədir? Fəqalu, dedilər ki, "Hədə yevmun azimun əncilləhu fihi Musa və qavməhu və qarraqa Fir'aunə və qavməhu fəsaməhu Musa şükran fənəhnu nəsumuhu." Və buyurur ki, Yahudilər deyirlər ki, bu deyir çox əzəmətli bir gündür. Hansı ki Allah Taala bu gündə Musanı və onun qavmunu xilas edib. Fironu və onun qavmunu dənizdə batırıb. Fəsaməhu Musa şükran və Musa neyniyib? Şükür əlaməti olaraq o gün oruç tutub. Və biz də buna şükür olaraq oruç tuturuq. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Bunun müqabilində Allah Nəbisi sallallahu aleyhi və səlləm dedi ki, "Fənəhnu əhəqqu və əvlə bi Musa minkum." Biz sizdən Musaya daha layiq və daha yaxınıq, daha haqlıyıq. Fəsaməhu Rasulullah sallallahu aleyhi və səlləm və əmara bi siyamih. Və Allah Resulü sallallahu aleyhi ve sellem o gündə oruç tutdu və bunu insanlara əmr etdi. Və bu da ona dəlalət edir ki, nədir qardaşlar? Arafa günü oruç tutmaq sünnətdir. Və sonra Müslimin rivayet etdiyi hədisdə Əbu Qatadə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. "Siyamu yevmi Aşura ahtasibu alallahi en yukaffira's-senetellati qablah." Fikir verin bu fəzilətlərə. Dəhşətdir, subhanallah. Və buyurur ki, Aşura günü oruç tutmaq. Mən elə hesab edirəm ki, bu gündə oruç tutmaq, yəni Allah Taala bir il əvvəlki günahlara kəffarət edir və bir il əvvəlki günahları bağışlayır. Və dediyimiz kimi, İmam Nəvavinin zikr etdiyi kimi buradakı günahlar hansı günahlardır? Yəni kiçik günahlar nəzərdə tutulur. Bəli. Aşuradan əvvəl 9-cu günü oruç tutmaq. Biz bilirik ki, Aşura 10-cu gündür. Və bir gün ondan əvvəl oruç tutmaq da həmçinin müstəhəbdir qardaşlar, sünnətdir. Yəni 2 gün, 9-10 bu günlərdə oruç tutmaq sünnətdir. Necə ki, Müslimin rivayet etdiyi hədisdə İbn Abbas radiyallahu anhumdan gəlir ki, "Lə in baqitu ilə qabilin lə əsumənə təsi'ə." Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, əgər gələn ilə qədər yaşasam, 9-cu gününü də oruç tutacağam. 9-cu gündə oruç tutacağam. Ona görə sünnətdir ki,
9 və 10-cu günləri birlikdə tutmaq. Vələ deyək ki, məsələn, hətta 9-cu günü tutmasınız belə, tək 10-cu günü icazəlidir tutmaq. Doğrusunu Allah bilir. Növbəti sünnət olan oruçlardan Şabanda oruç tutmaq. Şaban ayında oruç tutmaq. Və cümhur alimlərə görə Şaban ayında oruç tutmaq sünnətdir. Və necə ki, İmam Məlik və Şafi'i və Əhməd və bunu deməli istinbat ediblər Buxar Müslimin rəvayət etdiyi Ayşə radiyallahu anhadan rəvayət etdiyi hədisə. Və buyurur ki, radiyallahu anha: "Mə rəeytu Rasulullahi sallallahu aleyhi və səlləm əksərə siyamən minhu fi Şaban." Allah Resulü sallallahu aleyhi və səlləmin Şabandan, yəni Ramazan 30 gün oruçdur. Şabandan başqa aylarda görmədim çox oruç tutan. Yəni ən çox orucu Şabanda tuturdu. Və Şaban ayında da oruç tutmaq və bunu çoxaltmaq müstəhəbdir və sünnətdir. Və sonra bu oruçlardan davam edirik. 1-ci və 4-cü gün oruçlarıdır. Necə ki, alimlər ittifaq ediblər bu barədə ki, 1-ci və 4-cü gün oruç tutmaq sünnətdir. Nəsai və Əbu Davudun rəvayət etdiyi hədisdə Usame bin Zeyd radiyallahu anh buyurur ki, İnnən nəbiyyə sallallahu aleyhi və səlləm Nəbiyyəllah kənə yasumu yevmil ithneyn və yevmil xamis və suilə an zəlikə fəqal. Allah Resulü sallallahu aleyhi və səlləm 1-ci və 4-cü günləri oruç tutardı. Və bunu ondan soruşduqda buyurdu ki, İnnə ə'mələl ibadi tu'radu yevmil ithneyn və yevmil xamis. Yəni, qulların, insanların əməlləri 1-ci və 4-cü günləri Allaha ərz olunur. Və bu günlərdə Allah Resulü sallallahu aleyhi və səlləm bunun daha da fəzilətini artırmaq üçün oruç tutardı. Və həmçinin bizlərə də bu sünnətdir. Bəli. Və sonra Əbu Qatadədən rəvayət olunan başqa bir hədisdə Müslimin hədisidir. Buyurur ki, Ənnə Rasuləllahi sallallahu aleyhi və səlləm suilə an savmil isneyn fəqal fihi vulidtu və fihi Enzilu və unzilu aleyyə. Soruşanda ki, ya Resulullah, niyə görə 1-ci gün oruç tutursan? Buyurur ki, o gündə doğulmuşam və o gündə mənə vəhiy gəlib. Yəni, sanki şükür əlaməti olaraq. Doğrusunu Allah bilir. Lakin ümmətinə də, yəni bizim üçün də 1-ci və 4-cü günləri oruç tutmaq sünnətdir. Bəli. Və sonra digər 2 məsələ də var. Bunları qeyd edəcəm və arasındakı fərqi deyəcəm inşallah. Diqqətli olaq. Elm əhli buyurur ki, hər aydan 3 gün oruç tutmaq. Və elm əhli ittifaq ediblər ki, hər aydan 3 gün oruç tutmaq fəzilətlidir. Necə ki, Buxari və Müslimin rəvayət etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anh buyurur ki, Əvsani xalili bi thələtin. Allah Resulü, yəni dostum, xəlilim mənə 3 şeyi vəsiyyət etdi. Buyurur ki, Lə ədə'uhunnə həttə əmutu səvmi thələthəti əyyəmin min kulli şəhr. Və deyir ki, mən bunu ölənə kimi tərk etməmişəm. Və onlar da nədir? Onlardan biri də savmi thələthəti əyyəmi min kulli şəhr. Hər aydan 3 gün oruç tutmaq. Və burada inşallah ki, digər hədisi də qeyd edək və sonra izah edəcəm inşallah. Və Müslimin başqa bir hədisində Muadə əl-Ədəviyyə Ayşədən soruşur ki, radiyallahu anhə, Rasulullah sallallahu aleyhi və səlləm hər aydan 3 gün oruç tutardı mı? Və Ayşə anamız deyir ki, bəli. Və soruşur ki, ayın hansı günlərində tutardı? Bax, elə məsələnin şəhid hissəsi burada qardaşlar, diqqətli olaq. Hansı ayın, yəni hansı günlərində tutardı? O dedi ki, Ayşə radiyallahu anhə buna əhəmiyyət verməzdi. Yəni, ya əvvəlində, ya ortasında, ya da axırında tutardı. Niyə görə dedim ki, buna diqqət edin? Çünki ağ günlərin orucu ilə qarışdırmayın bu məsələni. Ağ günlərin orucu hansıdır? Ayın 13-ü, 14-ü və 15-i tutulan oruçdur, deyilmi? Lakin bu hər aydan 3 gün oruç tutmaq başqa məsələdir. İstənilən ayın istənilən vaxtından, əvvəlində və yaxud da ortasında və yaxud da axırında fərq etmir. 3 gün niyyət edib oruç tuta bilərsiniz, sünnətdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu edərdi. Və həmçinin Əbu Hüreyrə radiyallahu anhə da bunu tövsiyə edib. Bəli. Ağ günlərin orucu isə cümhur alimlər bu orucları, ağ gün oruclarını müstəhəb görür. Necə ki, Əbu Hanifə və Şafiə və Əhməd rahimehumullah. Yəni ağ günlərin orucu dedikdə hər ayın ortası. 13-ü, 14-ü və 15-ci günləri. 15-ci günləri. Və Tirmizi və Əhməd və İbn Xuzeymə Əbu Zər radiyallahu anhudan rivayət edirlər ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, Yə Əbə Dər, İdə sumtə minəş-şəhri thələthətə əyyəmin fəsum thələthə əşərətə və ərbə əşərətə və xamsə əşərətə. Buyurdu ki, mənə dedi ki, ey Əbu Zər, əgər aydan 3 gün oruç tutmaq istəsən, 13-ü, 14-ü və 15-ci günləri oruç tut. Bəli.
Yəni bunlar ikisi fərqli şeylərdir. Bir insan av günlərin orucunu da tuta bilər. Hansı ki bu zikr etdiyimiz hədisə istinbat edərək fəzilətlidir. Və həmçinin bundan əlavə ayın əvvəlində də istədiyi vaxtı aydan 3 gün oruc tuta bilər və digər qeyd etdiyimiz hədisə əsasən. Bəli. Və sonra növbəti nafilə oruclarından Davud orucu. Və Davud orucunun əsas mahiyyəti nədir qardaşlar? Bir gün oruç tutub, bir gün iftar etmək. Necə ki, Buxar Müslimin rəvayət etdiyi hədisdə Abdullah bin Amr buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu: "Əhabbus salati ilallahi salatu Davud aleyhisselam və əhabbus siyami ilallahi siyamu Davud." Allaha ən sevimli olan namaz Davudun namazıdır aleyhisselam. Və Allaha ən sevimli olan oruc Davudun orucudur. Və kana yanamu nisfal leyl və yaqumu thuluthahu və yanamu sudusah. Yəni Davud aleyhisselam deməli gecənin yarısına qədər yatar və 1/3-ni ibadətdə keçirər və 6/1-ni isə yenə yatardı. Yəni təsəvvür edin ki, əgər gün yəni gecə 12 saatdırsa, yəni gecə dediyim deməli məğrib namazından sübh namazına qədər olan vaxt gecə sayılır. 12 saatdırsa, onun ilk 6 saatını yatar, 4 saatini ibadətdə keçirər və sübhə yaxın 2 saatını da yatardı Davud aleyhisselam. Və ən fəzilətli namaz da Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bu namazdır. Və orucların ən fəzilətlisi isə və yasumu yevmən və yuftir yevmən. Davudun orucudur və o bir gün oruç tutar, bir gün isə açardı. Yəni gün aşırı. Bir gün oruç tutsan, bir gün iftar edirsən. Bir gün oruç tutsan, bir gün iftar edirsən. Bəli. Və bunun müqabilində bir oruc var ki, alimlər bu orucu məkruh görüblər. Bu da nədir? Dəhr orucu deyirlər buna. Dəhr orucu, siyamu dəhr. Və bu da nə deməkdir? İnsanın bütün ili oruç tutmasıdır. Yəni onun heç bir nədir? İftar etdiyini görməzsən. Ancaq nədir? Bütün il ərzində bu adam oruçdur. Alimlər elm əhli buyurur ki, bu məkruhdur qardaşlar. Necə Əbu Hanifə və Malik və Şafi'i və Əhməd və İbn Teymiyyə və Şevkani və İbn Qayyim rahimehullah. Və Buxar Müslimin rəvayət etdiyi hədisdə Abdullah ibn Amr'dan gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem mənə dedi. Çünki Abdullah ibn Amr elə bir oruç durdu ki, siyam-ı dəhr. Yəni bütün ili oruçda keçməyi niyyət etmişdi. Ancaq burada yəni haram günlər istisnadır. Məsələn bayram günləri və s. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, sən bütün ili oruç tutursan və bütün gecələri namaz qılırsan. Və mən dedim ki, bəli ey Allah Resulü. Və buyurdu ki, əgər belə etsən, gözlərin yorlar və nəfsin zəifləyər. Dəhr orucu tutan əslində oruç tutmamışdır, buyurur Nəbi sallallahu aleyhi ve sellem. Və sonra deyir ki, hər aydan 3 gün oruç tutmaq bütün ili oruç tutmaq kimidir. Və mən dedim ki, yəni Abdullah bin Amr deyir ki, Allah Resuluna, mən dedim ki, mən bundan daha çoxuna güc yetirərəm. Yəni bacarıram ya Resulullah. Bundan daha artıq tutmağa. Və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, o zaman Davud orucu tut. Yəni Davud orucu dedi ki, nədir? Bir gün oruçsan, bir gün iftar edirsən. Bir gün oruç tutursan, bir gün yeyirsən. Bəli. Və sonra növbəti məsələ hacda olanlar üçün, hacılar üçün Arafa günü oruç tutmaq. Və cumhur alimlərinin görüşünə görə qardaşlar, cumhur alimlərə görə, necə ki İmam Malik və Şafi'i və Əhməd, cumhur alimlər qeyd ediblər ki, hacda olanlar üçün Arafa günü oruç tutmaq məkruhdur. Necə ki, Buxar və Müslimin rəvayət etdiyi hədisdə Ummul Fadl bintul Harith buyurur ki, mən deyir, Allah Resulü sallallahu aleyhi ve sellem Arafatda olanda, yəni dəvəsinin belində idi və ona bir qədəh süd göndərdim içməsi üçün. Və Allah Resulü sallallahu aleyhi ve sellem də həmin süddən içdi. Yəni bu o deməkdir ki, Allah Resulü oruç deyildi. Və həmçinin Qadi İyad rahimehullah buyurur ki, hədis dəlalət edir ki, həcdə olanlar üçün həmin günü iftar etmək daha sünnətə uyğun və müstəhəbdir. Və həmçinin alimlərdən elm əhlindən Buhuti rahimehullah buyurur ki, oruc o gündə həcləri, həcdə olanları zəiflədir və dua etməkdə, çünki sən Arafada olduğun müddətcə sən Allaha dua edirsən, ancaq dua edirsən. Və sənin oruç tutmağın sənin cismini zəiflədir. Sənin cismin olmaması ki, gücsüz düşərsən, ibadət edə bilməzsən. Çünki o gün səndən tələb olunan şiddətli şəkildə Allaha dua eləməkdir. Hə? Bu orucluq halı isə səndən götürülübdür. Yəni sünnət olan iftar etməyindir. Bəli. Və növbəti bugünlük sonuncu məsələ cümə günü tək oruç tutmaq. Yəni cümə gününü oruç tutmaq üçün xüsusiləşdirmək qardaşlar. Elm əhli buyurur ki, cümə gününü xüsusiləşdirmək oruc günü üçün, yəni cümə günü tək başına oruç tutmaq məkruhdur. Və burada istisnadır Davud orucu tutan şəxs üçün. Ola bilsin ki, Davud orucu tutan, yəni gəlib o günlərdən biri cüməyə rast gəlsin.
və bu şəkildə adət eləyərsənsə olar. Lakin cümə günü tək oruç tutmaq məkruhdur. Necə ki, İmam Şafi və Əhməd və bəzi hənəflər və İbn Qayyim rahimehullah və Şevkani və Şinqiti rahimehullah bu məsələni zikr ediblər. Və dəlillər də çoxdur bu barədə. Necə ki, Buxari Müslimin rəvayət etdiyi hədisdə Muhammed bin Abbad buyurur ki, Səəltu Cabiran, Cabirdən soruşdum radiyallahu anhudan. Nəhən Nəbiyyu sallallahu aleyhi və səlləm an səvmi yevmil cüm'a. Allah Resulü sallallahu aleyhi və səlləm cümə günü oruç tutmağı qadağan edib. Fəqalə nəam. Buyurdu ki, bəli. Və başqa bir hədisdə, yenə Buxari Müslimin rəvayət etdiyi hədisdə Abu Hureyre radiyallahu anh buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurdu, La yasumenne ahadukum yevmel cum'ati illa yevmen qablehu ev ba'deh. Sizdən biriniz cümə günü tək oruç tutmasın. Cümə günü tək oruç tutmasın. Ancaq istisna nədir? İlla o şəxsdən başqa ki, əvvəlini və yaxud da ki, ondan sonranı onu birləşdirmək istisnadır. Məsələn, 4-cü və 5-ci günləri oruç tuta bilərsən. 5-ci və 6-cı günləri oruç tuta bilərsən. Amma xaslaşdırıb, yəni 5-ci günləri oruç tutma demək istəyir. Sallallahu aleyhi ve sellem. Başqa bir hədisdə, Buxarinin rəvayət etdiyi hədisdə Cüveyriyə bintil Harith buyurur ki, Ənnən Nəbiyyə sallallahu aleyhi və səlləmə dəxalə aleyhə yevməl cum'ati və hiyə saimə. Allah Resulü sallallahu aleyhi və səlləm yanına daxil oldu və o orucluydu. Fəqalə və dedi ki, Əsumti əmsin? Qalət ləh. Qalə turidinə ən təsumi qadən? Qalət ləh. Qalə fəəftiri. Allah Resulü sallallahu aleyhi və səlləm soruşur ki, dünən oruç tutmuşdun? Deyir ki, xeyr. Sabah oruç tutacaqsan, deyir ki, xeyr. Və Allah Resulü buyurur ki, o zaman iftar et, yəni orucunu aç. Və hədis dəlalət edir ki, cümə günü oruç tutmağa tək başına icazə vermədi. Sallallahu aleyhi və səlləm. Və başqa bir hədisdə Müslimin rəvayət etdiyi hədisdə Abu Hureyre radiyallahu anh buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurdu, La təxtəssu leylətəl cum'ati bi qiyamin min beynəl ləyali və la təxtəssu yevməl cum'ati bi siyamin min beynəl əyyam İllə ən yəkuna fi savmin yasumuhu ahadukum. Buyurur ki, sallallahu aleyhi və səlləm, gecələr arasında cüməni tək təheccüd namazı, gecə namazı üçün seçməyin. Yəni nə deməkdir? Sən təheccüd namazına qalxmaq istəyirsənsə, cümə günü fəzilətlidir deyib gecəsini qalxma. Bütün gecələrdə qalx. Xaslaşdırma yəni. Və günlər arasında cümə gününü oruç tutmaq üçün xaslaşdırma, yəni seçmə. Xüsusiləşdirmə cümə günü fəzilətli deyə oruç tutmağı. Və istisna gətirir ki, yalnız sizdən biriniz adətən tutduğu bir oruca təsadüf edərsə bu müstəsnadır. Yəni məsələn, Ramazan ayının orucları cümə gününə təsadüf edir, yəni istisnasız icazəlidir və yaxud da Davud orucu təsadüf eləyərsə və yaxud da Şəvvaldan 6 gün təsadüf eləyərsə və bu cür oruçlara təsadüf eləyərsə heç bir problem yoxdur. Lakin xaslaşdırıb cümə günü tək oruç tutmaq icazəli deyil. Və doğrusunu Allah bilir. Vəlhamdülillahi Rabbil alemin.